Bölmə 1, dinləmə mətni 5. Marallar müxtəlif növlərə ayrılır. Onlara şimal maralı, cüyür, xallı maral və sığında daxildir. Ancaq onların içində ən maraqlısı şimal maralıdır. Çünki bu heyvanlar soyuq iqlimə ən yaxşı uyğunlaşan heyvanlardan biridir. Məsələn, qışda qarın üstü ilə gəzmək çətindir, çünki batmaq olar. Ancaq şimal maralının dırnaqları enlidir. Buna görə də o nə qarda, nə də bataqlıqda batır. Onun yunu da xüsusi quruluşa malikdir. Əksər heyvanların tükləri dibdən qalın, uc tərəfdən nazik olur. Amma şimal maralında əksinədir. Bu onu soyuqdan qoruyur. Həm də maralın tüklərinin içi boş olduğu üçün o asanlıqla üzə bilir. Qədim dövrlərdən bəri şimal xalqları maralları əhilləşdiriblər. Marallar xizəyə qoşularaq yeganə nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Maral xizəyi 100 kiloqram yük daşıya bilər. Şimal xalqları maralın dərisini, ətini və yununu çox qiymətləndirirlər. Lakin şimal maralını ovlamaq çətindir. O çox həssas, sürətli və ehtiyatlıdır.